Koden saytındakı 171-ci Radio 106 FM məsələsinə baxırıq. Məsələnin şərtində deyilir ki, bizə mahnılar siyahısı verilib və həmin siyahıda təkrarlanmayan mahnılardan ibarət olan ən uzun mahnılar parçasının uzunluğunu tapmaq lazımdır. Məsələnin şərtini proqramlaşdırma terminlərindən deməyə çalışsaq, yəni bizə tam ədədlərdən ibarət olan bir array verilir və həmin arrayin elə bir segmentini tapmaq lazımdır ki, həmin segmentdə olan elementlərdən bir dənə olsun və həmin segmentin uzunluğu maksimum olsun. Gəlin əvvəlcə giriş verilənlərinə baxaq. Birinci nümunəyə baxsaq, bizə 8 tam ədəd verilir və bu ardıcıllıqdakı düzgün segmentlərin içərisində ən uzun olanını tapmaq lazımdır. Düzgün segment deyəndə nəyi nəzərdə tuturuq onu əvvəldən deyək ki, hər dəfə məsələnin şərtini deməyə ehtiyac olmasın. Düzgün segment elə bir segmentdir ki, oradakı mahnıların, daha doğrusu ədədlərlə desək, ədədlərin təkrarlanması bir dəfə olsun. Və biz düzgün segmentlərin içərisində ən uzun olanını tapmalıyıq. Birinci nümunədə baxırıq ki, bir neçə fərqli düzgün segment var. Misal üçün, ilk iki elementdən ibarət olan segment düzgündür. Çünki 1 və 2 hər ikisi bir dəfə təkrarlanıblar. Başqa bir segmentə baxsaq, ilk 3 elementdən ibarət olan elementlər, bu artıq düzgün segment deyil, çünki birin təkrarlanması görürük ki, 2 dəfədir. Başqa segmentlər, misal üçün bu segment düzgün deyil, çünki burada 2 ədədindən 2 dəfə yerləşir. Belə bir segment götürsək, burada təkrarlanma yoxdur, yəni düzgün segmentdir və növbəti bir element də həmin segmentə əlavə eləsək, segment yenə də düzgün sayılır, çünki hələ də orada heç bir təkrarlanma yoxdur. Bütün elementlər bir dəfə təkrarlanırlar. Segmenti biraz uzatmağa çalışsaq, bu artıq düzgün segment deyil, çünki burada 2 dəfə təkrarlandığını görürük. Elə bayaq göstərdiyimiz bu segment düzgün segmentlərin içərisində ən uzun olanı deyə cavab olaraq çıxış verilənində 5 görürük. İkinci nümunəyə baxsaq, bu ardıcıllıq üçün düzgün segment görürük ki, ya bu 1-2 elementlərdən ibarət olan segmentdir, ya da 2-1. Yəni, düzgün segmentin maksimal uzunluğu 2-dir. Məsələdən hansı üsulların həll eləmək olar? Əvvəlcə ağla gələn ən sadə variant brute force üsulunu tətbiq eləməkdir. Brute force bütün mümkün variantlara baxıb, onların içərisindən ən optimalını seçmək deməkdir. Daha detallı şəkildə desəm, biz mümkün olan bütün segmentlərə baxırıq. Baxdığımız segmentin düzgün olub-olmadığını əvvəlcə müəyyən eləmək lazımdır. Əgər bu segment düzgün segmentdirsə, onda həmin segmentin uzunluğunun əvvəlki baxdığımız düzgün segmentlərin uzunluğundan daha böyük olub-olmadığını yoxlamaq lazımdır. Daha böyük uzunluqdursa, onda cavab olaraq hələ ki, bu segmenti yadda saxlamalıyıq. Əslində, bu alqoritmdən sona qədər davam eləsək, məsələnin düzgün cavabını tapmış olarıq. Amma bu həllin çatışmazlığı nədir? Gəlin, dediyimiz hissəni koda çevirməyə çalışıb bunu müəyyənləşdirək. Dedik ki, birinci addım bütün segmentlərə baxaraq onların düzgün olub-olmamasını müəyyənləşdirmək lazımdır. Bütün segmentlərə necə baxmaq olar? Segmentin 2 parametri olur. Onun sol tərəfi və sağ tərəfi. Bunun üçün right və left dəyişənlərini təyin edəcəm. Bir də elə fikirləşək ki, bizə verilən ədədlərin sayını bilirik. Segmentin sağ tərəfi istənilən elementin üzərində ola bilər. Ona görə də right dəyişənini mən 0-dan n-ə qədər dəyişirəm. Segmentin sol tərəfi isə təbii ki, sağ indeksdən kiçik ya da bərabər olmalıdır. Ona görə də lefti mən 0-dan right-ə qədər dəyişəcəm.
Bu yazdığımız hissə hələ ki bütün segmentləri əldə etmək üçündür. Yoxlamaq üçün belə bir şey edə bilərik. Gəlin bütün qiymətlər üçün left və right-ın qiymətini ekrana çıxardaq. Elə fikirləşək ki, bizdə uzunluq 8-dir. Bu gördüyümüz bütün segmentlərin uzunluqlarını verir bizə. Daha doğrusu koordinatlarını verir. Sol və sağ tərəflərini. Mümkün ola biləcək bütün segmentlərin. Bunların içərisində düzgün olan da var, olmayan da var. Bunu artıq növbəti mərhələ kimi tapmaq lazımdır. Əslində bu hissədən sonra hələ ki davam eləməyə ehtiyac yoxdur. Biz növbəti addım baxdığımız segmentin düzgün olub olmadığını müəyyənləşdirməkdir. Tutaq ki, həmin hissəni ən optimal variantla həll eləmişik. Hələ ki, bura qədər bizim alqoritmimizin mürəkkəbliyini gəlin hesablayaq. Biz görürük ki, iç-içə 2 for dövrü yazmışıq. Bu o deməkdir ki, bizim alqoritmin mürəkkəbliyi n kvadratıdır. İndi isə nə etmək lazımdır? Ümumiyyətcə, istənilən olimpiyada məsələsini həll eləməmişdən əvvəl fikirləşdiyimiz həll alqoritmini koda çevirməzdən əvvəl o alqoritmin tək düzgün cavab verməsi kifayət eləmir. Alqoritmin zaman cəhətdən zaman limitin keçib-keçmədiyini də müəyyənləşdirmək lazımdır. Bunu necə müəyyənləşdiririk? Gəlin giriş verilənlərindəki constraintlərə baxaq. Constraintlər deyəndə girişdə bizə verilən parametrlərin hansı aralıqda olub-olmadığını müəyyənləşdirək. Buradan görürük ki, n-in qiyməti maksimum 10^5 ola bilər. Əgər bizim dediyimiz alqoritmin mürəkkəbliyi n kvadratıdırsa, onda bu o deməkdir ki, elə bir case'lər ola bilər ki, orada ümumi iterasiyaların sayı 10^5-in kvadratı, yəni 10^10 olsun. Və biz bilirik ki, iterasiyaların sayı maksimum təxminən 10^8 ola bilər. Daha çox olanda zaman limitini aşacaq. Bu o deməkdir ki, biz dediyimiz həmin brute force üsulu cavab olaraq düzgün olsa da zaman limiti cəhətdən düzgün deyil. Çünki 1 saniyəni aşacaq və biz belə bir həll yazıb məsələni göndərsək, həmin həll bizə time limit xətası verəcək. Burada n 10^5 qiymətini ala bilər. Ona görə də yazdığımız həll ya xətti alqoritm olmalıdır, ya da ən pis halda n log n-ə işləyən bir alqoritm olmalıdır ki, həlli göndərəndə time limit xətası baş verməsin. Bu məsələni sliding window üsulu ilə həll eləmək olar. Sliding window olimpiyadanın ən vacib mövzularından biridir və demək olar ki, hər il düşən sualların içərisində bir sual olur ki, bu üsulla həll olunmalı olur. Burada window dediyimiz bir pəncərədir və həmin pəncərə cari baxdığımız düzgün segmenti saxlamaq üçündür. Həmin pəncərənin uzunluğu həm arta bilər, həm azala bilər, baxdığımız düzgün segmentdən asılı olaraq. Və bütün həll boyunca biz həmin pəncərənin aldığı maksimum ölçünü yadda saxlamalıyıq. Bu elə bizim məsələnin cavabı olacaq. Gəlin nümunə üzərindən baxaq. Bizə belə bir ardıcıllıq verilib. Bizdə bir window olacaq. Bu window dediyimiz kimi baxdığımız cari düzgün segmenti özündə saxlamalıdır. Biz əvvəlcə verilən ardıcıllığın üzərindən soldan sağa doğru gedəcəyik. Və hər hansı bir elementi əlavə eləməmişdən əvvəl yoxlamalıyıq ki, bu elementin əlavə olunması pəncərənin düzgün olub-olmadığını pozur, yoxsa yox. Yəni, nə demək istəyirəm? Əvvəlcə biz baxdığımız element soldan başlayırıq deyə 1-dir və pəncərə boşdur, yəni 1-in əlavə olunması problem deyil. Biz 1-i pəncərəyə əlavə eləyə bilərik. Və bir result dəyişəni də götürək. Pəncərə düzgün bir qiymət alıb hələ ki və uzunluğu 1-dir. Result başlayanda təbii ki 0 olacaq deyə. Əgər mən bir uzunluğu 1 olan
pəncərə görmüşəmsə, bunu yadda saxlamalıyam. Yəni rezultatın qiymətini 1 eləyəcəyik. Növbəti baxacağımız element 2-dir. Bu 2-ni pəncərəyə əlavə eləməmişdən əvvəl yoxlayırıq ki, 2-nin əlavə olunması pəncərənin qaydasını pozur. Yəni bu o deməkdir ki, pəncərədə olan segment düzgün qalırmı, yoxsa yox. Baxırıq ki, 2-nin əlavə olunması pəncərənin düzgün olub-olmadığını pozmur. Ona görə 2-ni də əlavə edirik. Yeni bir pəncərə əldə elədik və bu pəncərənin uzunluğu 2-dir. İndiyə qədər gördüyümüz uzunluqdan daha yaxşıdır deyə bu uzunluğu yadda saxlayırıq. Növbəti əlavə eləyəcəyimiz element 1-dir. Bu elementi əlavə eləməmişdən əvvəl yenə də biz pəncərənin düzgün olub-olmadığını müəyyənləşdirmək lazımdır. Necə müəyyənləşdiririk? Əlavə eləyəcəyimiz elementin pəncərədə olub-olmamasını yoxlayacağıq. Baxırıq ki, 1 var həmin pəncərədə. Mən yeni 1-i əlavə eləmək üçün gərək o əvvəlki 1-i pəncərədən silim. Və bu silinmə təbii ki, pəncərənin sol tərəfindən olacaq. Çünki segment ardıcıl elementlərdən ibarət olan bir hissə olmalıdır. Mən soldan 1-i silirəm və 1 də yoxlayıram ki, 1-in əlavə olunması pəncərənin düzgünlüyünü pozur, yoxsa yox. Baxıram ki, hal-hazırda əlavə eləyəcəyim 1-dən pəncərədə yoxdur. Yəni 1-in əlavə olunması düzgünlüyü pozmayacaq. Ona görə həmin 1-i əlavə eləyirəm. Və yeni bir pəncərə almış oldum. Bu pəncərənin uzunluğunu yenə də rezultatla müqayisə eləyəcəm. Yenə də 2-dir deyə rezultatın qiyməti dəyişməyəcək. Ona görə davam eləyirəm. Növbəti element 3-dür. 3-ün əlavə olunması pəncərənin düzgünlüyünü pozmur deyə 3-ü də əlavə eləyirəm. Bu pəncərənin uzunluğunu da rezultatla müqayisə eləyəcəm. Daha yaxşı pəncərədir, çünki uzunluğu 3-dür. Ona görə rezultatın qiymətini update edirəm 3-ə. Növbəti baxacağım element, əlavə eləyəcəyim element 2-dir. Amma 2-nin əlavə olunması pəncərənin düzgünlüyünü pozur deyə mən pəncərədən elementləri o vaxta qədər silməliyəm ki, sol tərəfdən 2-nin əlavə olunması problem yaratmasın. Birinci siləcəyim element 2-dir. Elə 2-ni silən kimi görəcəm ki, başqa bir 2 yoxdur. Ona görə bu yeni 2-ni əlavə eləyə bilərəm. Yenə də yeni bir pəncərə əldə elədim. Bu pəncərənin uzunluğu 3 olduğuna görə rezultatın qiyməti dəyişməyəcək. Növbəti əlavə eləyəcəyim element 7-dir. 7-nin əlavə olunması pəncərəni pozmur. Ona görə əlavə eləyirəm. Artıq bu pəncərənin uzunluğu 4-dür deyə rezultatın qiyməti də dəyişib 4 olacaq. Növbəti element 4. 4-ün əlavə olunması yenə də pəncərənin düzgün olub-olmadığını pozmur. Əlavə eləyə bilərəm. Burada artıq pəncərənin uzunluğu 5 oldu deyə rezultatın qiyməti yenə dəyişəcək. Olacaq 5. Növbəti element 2-dir. 2-nin əlavə olunması vaxtı nə baş verəcək? Mən 2-ni əlavə eləyəndə baxıram ki, pəncərənin düzgünlüyü pozulacaq. Ona görə pəncərədən elementləri sol tərəfdən başlayaraq silməliyəm. Bir element silirəm. Baxıram ki, bu elementin silinməsi yenə də o demək deyil ki, bu 2 əlavə oluna bilər. Çünki o sildiyim 1, 2-nin təkrarlanmasını dəyişmədi. 2-ni hal-hazırda əlavə eləsəm, 2-lərin sayı 2 olacaq və demişəm ki, pəncərə həmişə elə tənzimlənməlidir ki, düzgün segment saxlasın. Deməli, hələ ki, bu 2-ni əlavə eləyə bilmərəm. Onda sol tərəfdən bir element də silirəm. Baxıram ki, 2-ni indi əlavə eləyə bilərəm. Görürəm, yox, hələ də orada başqa bir 2 var. Deməli, məcburam ki, sol tərəfdən bir element də silim. Bir element də silirəm. Bir də yoxlayıram. İndi 2-nin əlavə olunması problem deyil. Əlavə eləyirəm və növbəti düzgün pəncərəni əldə eləmiş oldum. Və bu pəncərənin uzunluğu 3-dür, amma mən indiyə qədər gördüyüm ən yaxşı pəncərə 5 olub deyə artıq bu pəncərə mənə maraqlı deyil. Ona görə rezultatın qiyməti dəyişmir
və cavab olaraq rezultatın qiyməti sonda elə 5 olaraq qalacaq. Yəni ümumi şəkildə desək, bizə verilən ardıcıllıqda biz elementlərə soldan sağa doğru baxırıq və elə həmin elementləri götürə-götürə gedirik. Ola bilər ki, götürdüyümüz element əvvəldən həmin segmentdə var idi və bu artıq təkrarlanmaya gətirib çıxaracaq deyə biz soldan elementləri o vaxta qədər silə-silə getməliyik ki, artıq o əlavə edəcəyimiz element də silinmiş olsun ki, heç bir təkrarlanma yaranmasın. Demirəm, sol tərəfdən bir element siləcəyik. O vaxta qədər silinməni eləyəcəyik ki, məhz o əlavə eləmək istədiyimiz element də silinsin. Yəni, bu o deməkdir ki, həmin əlavə eləmək istədiyimiz element bayaqdan o segmentdə həmişə ən solda yerləşmir. Misal üçün, burada bayaqki baxdığımız axırıncı кейsdə nə baş vermişdi? Biz belə bir düzgün pəncərə tapmışdıq. Sonra isə həmin pəncərəyə 2-ni əlavə eləmək istəyəndə gördük ki, 2-ni əlavə eləsək təkrarlanma olacaq. Onda təkrarlanmanın olması burada 2-yə görədir. Çünki əvvəldən başqa bir 2 var. Amma bu 2 hal-hazırda olan pəncərənin ən solunda deyil. O 2-nin silinməsi üçün biz məcburuq ki, 1-i də silək, 3-ü də silək, sonra 2-ni silək. Çünki dediyimiz kimi segment ardıcıl elementlərdən ibarət olmalıdır. Yəni biz 1-i saxlayıb, ya 3-ü saxlayıb 2-ni silə bilmərik. 2-nin bu segmentdən çıxması üçün biz sol tərəfdən məcburuq ki, 1-i silək, 3-ü silək və 2-ni silək. Ümumi alqoritm belədir. Biz burada tətbiq eləyəcəyimiz ən yaxşı data struktur, yəni pəncərəni saxlamaq üçün unordered setdir. Çünki biz hər dəfə yeni bir element əlavə eləmək istəyəndə pəncərəyə yoxlamalıyıq ki, həmin element pəncərədə mövcuddur, yoxsa yox. Və unordered setin köməyi ilə biz bunu optimal şəkildə müəyyənləşdirə bilirik. Bunun üçün əvvəlcə unordered setin istifadə olunması üçün kitabxananı birləşdirək və həmin seti yaradaq. Bu set məhz pəncərənin tənzimlənməsi üçün istifadə olunacaq. Bizə girişdə bir n dəyişəni verilir. N bizə verilən ədədlərin sayıdır. Sonra biz həmin ədədləri oxumalıyıq. Ədədləri bir arraydə saxlayırıq. Həmin arrayi yaradaq. Elementlərin sayı 10^5 ola bilər. Həmin ədədləri oxuyandan sonra bayaq dediyimiz alqoritmi tətbiq eləməyə çalışaq. Biz deyirik ki, soldan sağa doğru bütün ədədləri götürərək gedirik. Deməli, həmin ədədləri biz burada, həmin götürəcəyimiz ədəd təbii ki, baxdığımız segmentin sağ tərəfi olduğuna görə burada right dəyişənini 0-dan axıra qədər dəyişəcəyik və hal-hazırda bizim əlavə eləmək istədiyimiz element array right-dir. Biz array right-ı əlavə eləməmişdən əvvəl yoxlamalıyıq ki, bu elementin əlavə olunması problem yaradır, yoxsa yox. Bu nə deməkdir? Bu o deməkdir ki, hal-hazırda pəncərənin cari vəziyyətində oradakı elementlərin içərisində array right var, yoxsa yoxdur. Bunu belə yoxlaya bilərik. Əgər unordered setin bir 2 count metodu var və bu metod bizə ya 1 ya da 0 qaytarır. Əgər element mövcud deyilsə 0, mövcudsa 1 qaytarır. Əgər array right elementi pəncərədə varsa,
biz həmin elementi pəncərədən silməliyik. Və bu elementi pəncərədən silirik deyə, hal-hazırda bizə verilən ardıcıllıqda indi baxdığımız pəncərənin sol tərəfinin indeksi də artmalıdır. Yəni, misal üçün, burada biz deyiriksə ki, hal-hazırda baxdığımız pəncərə budur və düzgün pəncərədir. Burada sol tərəfin indeksi 2-dir, nömrələməni 0-dan başlasaq. Və biz 2-ni əlavə eləmək istəyiriksə, artıq düzgün pəncərə 2-nin silinməsinə görə bu pəncərə olacaq. Burada görürük ki, right dəyişdi. Daha doğrusu left dəyişdi. Left bayaqdan 2-ni göstərirdi. İndi artacaq 3, 4, 5-i göstərməlidir. Biz left və right-ı həmişə düzgün olaraq bilməliyik ki, indi baxdığımız pəncərənin uzunluğunu tapa bilək. Ona görə də biz əvvəlcə elə leftin də qiymətini 0 olaraq təyin eləyək. Right-ı 0 təyin eləyə də bilərik. Eləməmək də problem deyil. Çünki fora başlayanda onsuz da right-ın qiymətini 0-dan başlayırıq. Bir də bayaq izah elədiyim kimi, burada silinmənin bir dəfə olması o demək deyil ki, silinməsi lazım olan element silindi. Ola bilər ki, bir neçə element silərək həmin elementə gələk çataq, sonra həmin elementi silək. Ona görə də biz burada yoxlamanı bir dəfə yox, yoxlamanı while-ın köməyi ilə eləməliyik. Yəni, nə vaxta qədər ki, əlavə eləmək istədiyimiz element pəncərədə mövcuddur, onda bu işi gör. Elə dediyimiz buradakı example-da bu pəncərəyə gələndə gəlmək üçün burada 3 element silinməlidir. 1 də silinəcək, 3 də, 2 də. Yəni, bu while 3 dəfə işləməlidir ki, biz o axırıncı pəncərəni əldə edə bilək. Burada biz array right yox, array left-i silməliyik. Təbii ki, sol tərəfdən silinmə eləyiriksə. Bu while işləyib qutarandan sonra bizim əlimizdə düzgün bir pəncərə olacaq. Dediyimiz kimi, o pəncərənin uzunluğu daha çox da ola bilər, az da ola bilər. Ona görə daha çoxdursa, həmin vaxt result update eləməliyik. Həmin uzunluq sağ tərəf, sol tərəf, üstəgəl 1-ə bərabərdir. Və bu alqoritmlə davam eləsək, sonda resultun qiyməti o pəncərələrin ən uzunluğunu saxlayacaq, yəni düzgün segmentlərin içərisində maksimal uzunluğu olan segmenti saxlayacaq. Bu, təbii ki, ordered yazmışıq, unordered olmalıdır. Resultı təyin edib ilkin qiymətin 0 verməliyik. Burada nəsə bir problem var. Deməli, alqoritmimizdə müəyyən səhvlik var. Gəlin onu tapaq. Çünki bu input üçün bizim cavab olmalıdır. Maksimum 5 element ola bilər ki, 5 elementdən ibarət olan segment var ki, orada təkrarlanma olmasın. Amma burada biz görürük ki, bütün elementləri götürür. Biz burada array-eri əlavə eləmək üçün pəncərəni normal vəziyyətə gətirəndən sonra təbii ki, həmin elementi pəncərəyə əlavə eləməliyik. Bir
Bir də yoxlayaq. 5 düzgün cavabdır.